Olmaz axı Bir də belə belə şey. gəlib maraqlanıb gəlməyiblər ki. Bir dəfə də bu köçürdəndən sonra ki, nə var, nə yoxdur. Bir gəlsin, bir maraqlansın, bir görək nə deyir, nə demir. Və nəzərə alsın da bizi də. Elə onları köçürtdü, getdi və salam. Yenə də deyirəm, təkrarçılıq olmasın. Bayaq dedim, yenə də deyirəm. Baxın, bura baxın. Buradan bax itlər keçir. Bu qapını şəxsən mən qoydum bura. Buranı mən bağladım ki, buradan gəlib keçməsin. İtlər cumur üstümüzə. Evdən mən yoldaşımla dükana gedə bilmədim. İt cumdu üstümüzə, dala qayıtdıq. Bu nə deməkdir? Şəhərdə yaşayırıq, biz harda yaşayırıq? Baxın, gəlin bura baxın. Buranı bağladım. İt gördüm, ora dırmaşıb, oradan baxır belə. Dünən nə gördüm, oradan belə bax keçməsi gördü, bizi qaçdı getdi. Burada baxın, ara sökülüb. Baxın, oraya bağlamışam deyə buradan bax, orada ara var, oradan gəlir. İtlər gəlib buradan keçir. Zibilliyə baxın, belə şey olar. Bu nədir? Şəhərin mərkəzidir. Olmaz axı belə şey. Aşağı deyə ora evlərə nə baxın, imkan varsa girin baxın. O günlər polislər gəlib giriblər ora, görüblər orada şpris zad var. Belə şey olar. Baxın evlərə baxın. Bu evlər. Keçə bilməyəcəksə, taxta zad var, batar ayağımıza. Gəlirlər içəridə ocaqda Polisi ilə qayıdıb deyir ki, ala burada əməlli başlı iş görürlər ki. Deyirsiniz, niyə oturmusunuz? Bu nə deməkdir? Deyir. Hara zəng vuraq? Hə. Biz neyniyə, hara zəng vuraq, neyniyək? Nurgün şirkətidir, bəli. Bəli. Hə. Nə qədər istəyirsiniz? Nə qədər kvadrat var? Qardaş, mən azı 3000-dir də, gəlsin 3000-dən versin, çıxaq gedək də. Ondan artıq pul istəyən yoxdur ki. Yenə də deyirəm qardaş, hesablayanda 1 milyon 200 min pul eləyir cəmisi. 3000-dən 4 dənə ailənin pulu. Bəli, özləri çox gözəl bilirlər. Hamı bilir buranın qiymətini neçədir. Həyətin girişi çıxışı eyni yerdən də özünüz görürsünüz ki, buradan girib cəmaət buradan Yoxsa girir. sabahları yağış, yağış oldu. Hamısı bura remontdan. Külək oldu. Ayağım deyir, buraları ağrıdır uşağın. Hamısı nə istəyirəndir. Rematizmadan, uşağın rematizmadan ayaqları ağrıdır. Bunun nə yaşı var ki, ayağı ağrıdır? Anam başa düşdü, yaşlı arvad o bir təhər dözür. Bu uşaqdır, bu deyir ayağım ağrıdır, ata ayağım ağrıdır. Ovuram uşağın ayaqlarını ovuram. Həmçində o biri uşaqlar elə. Bu nə deməkdir? Belə şey olar. Bu Allah. Bu bir ildə Elşad müəllimin qabağında 3 dəfə olmuş o. Bir statistikanın zalında, deməli, Texnikomun zalında. Orada da bizə söz verdi. Orada da bizə söz verdi ki, yaxşı olacaq. Olmaz ki, 10 dənə ailəni köçürsün, 5 dənə ailəni saxlasın. Belə bir şey olmaz. Üstünə 3-4 ay keçdi. Deməli, Yasamalda bələdiyyənin aktiv zalı var. Orada da ona yaxınlaşdı. Özü ona yaxınlaşanda bir 150 nəfərin, 100 nəfərin arasında yaxınlaşır. Mikrofonla Elşad müəllimə. Yasamal rayonunun icra başçısına. Orada dedi, orada sənədləri göstərdi ona. Dedi ki, siz narahat olmayın, şəxsən özüm oyuna əlaqə saxlayacağım. Üstündən 3-4 ay keçdi, Space kanalının arxasında 225 nömrəli məktəbin aktiv zalında. Yenə də 150 nəfərin, 100 nəfərin yanında yaxınlaşdıq. Bayraqda xanım idi orada. Zərifə dostu idi, əlm arvadı. Mən maraqlanacağım bu işdən. Dedim, xahiş edirəm, bir dənə gəlin, bir dənə Elşad müəllim, bir dənə özünüz bir dənə baxış eləyin də ora. Gör burada yaşamaq olar. Yox, heç kim. Söz verdi, amma gəlmədi. Bir dəfə Mehbalıyev gəldi bura. Biz onu heç belə gözləməzdik. Elşad müəllimdən belə bir şey gözləməzdik ki, söz versin, gəlməsin.